Herkese salam değerli izleyicilerim. Bugün sizlerle çok asan hazırlanan, yumuşaq, çox ləzzətli pankek resepti bölüşəcəm. Qeyd edim ki, stəkan ölçüsü 200 ml, 1 stakan un, 1 stakan ilıq süd, 2 ədəd yumurta, 2 xörək qaşığı pesok, 1 cimdik duz, 1 paket vanil və 1 paket qabartma tozu bizə lazım olacaq. Əvvəlcə 2 ədəd yumurta, pesok və südü bir yerdə yaxşıca həll olana kimi qarışdırırıq. Daha sonra unumuzu və vanil qabartma tozunu əlavə edib, yaxşıca həll olana kimi bir yerdə qarışdırırıq. Onu da qeyd edim ki, pankeklərinizin hündür alınması üçün pankekiniz sulu olmamalıdır. Reseptdə göstərildiyi kimi mən 1 stakan südə, 1 stakan dolusu un əlavə edirəm. Tavanı çox azca fırça vasitəsilə öncədən yağlayıb isidirəm. Ocağın altı iti olarsa, üstü tez bişib, içi xəmir kimi qala bilər. Pankekin üstündə qabarcıqlar əmələ gəldikdən sonra onu digər üzünü çevirib qızarda bilərsiniz. Və budur, yumuşaq, çox ləzzətli. Hazırlanması 5 dəqiqə aldı, bitməsi isə inanın ki 1 dəqiqə belə çəkmədi. Uşaqlar bunu çox sevir. Üzərinə isə zövqə görə şəkər kirşanı ilə bəzəyə bilərsiniz və ya zövqə görə şokolad və moloko da əlavə edə bilərsiniz. Bu qədər videomu izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.